Müəllim kölədir, məktəb kazarmadır və burada Hobson seçimi prinsipi işləyir. A kişi, müəllim niyə kölə olur? Məktəb ara, kazarma ara. Hobson seçimi nə olan şeydir? Deyirsinizsə, belə lap əcəb edirsiniz. Çünki bunlar mənim yox, Milmuğan Regional Təhsil İdarəsinin səlahiyyətli şəxslərdən birinin məktəbdə saqqalımla bağlı dialoq zamanı dediyi sözlərdən çıxan mənalardır. Əvvəla Hobson seçiminin nə olduğunu aydınlaşdıraq. Frazem azad seçim illüziyasını ifadə edir. Sənin qarşında iki seçim haqqın var. Ya birincisini seçirsən, ya da imtina edə bilərsən. Yəni görünüşdə seçim haqqın var, amma bu seçimlər sənin deyil, seçimi sənə təklif edənin mənfəətinə xidmət edir. Təhsil haqqında qanunun hansı maddəsində müəllimə saqqal saxlamaq olmaz maddəsi var deyə soruşduqda Pedaqoji Şura belə qərar qəbul edildi deyə qeyd edildi. Pedaqoji Şura məgər öz başınadırmı? Axı təhsil haqqında qanunda da qeyd edilir ki, burada qəbul edilən qərarlar ölkənin ən ali hüquqi sənədi olan konstitusiya ilə ziddiyyət təşkil etməməlidir. Konstitusiyanın 28-ci maddəsi şəxsi azadlıq hüququdur. Mən məktəbdə həftənin 168 saatının çox cüzi bir hissəsi oluram. Bax bu qalan şəxsi həyatımın dəyərli hissəsini niyə məktəb kimi mənə heç bir dəyərin verilmədiyi bir məkana qurban verməliyəm? Müəllimlər üçün hansı maddi, mənəvi motivasiyanı təmin edirsiniz axı? Həmçinin Pedaqoji Şura təhsil haqqında da qanunda qeyd edildiyi kimi ictimai bir qurumdur. Yəni burada siz müəllimlə bağlı qərar qəbul edirsinizsə, qarşı tərəfində maraqları, ehtiyacları nəzərə alınmalıdır. Yox, əgər nəzərə alınmır, bir qrup şəxs tərəfindən qərar qəbul edilirsə, deməli bu avtoritar idarə etmə üsuludur. Ardıcı əsgərlikdə olmusamı sualı verildi. Bəli, olmuşam, amma mən bilən bura kazarma deyil, nə də burada hərbi idarə etmədimi? Axı sivil idarəçi ilə hərbi idarəçi arasında fərq olmalıdır. Suallarımın retorik olduğunu bildiyinə görə söhbətdən yayınmaq üçün ənənəvi örnək moizəsinə əl atıldı. Bu örnəyin də görünüşlə ölçülməsini hansı ağıllı icad edib mənim başım çıxmır da. Örnək ilk növbədə davranış əməldə olmalıdır. Məgər kiminsə gül camalına baxıb hansı örnəyi götürmək olar? Söz uzağa getməyə elə öz ixtisasımla əlaqədar o qeyd edim ki, Azərbaycan dilinin ilk elmi qrammatikasını yazan Mirzə Kazım bəy, ilk milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabi və başqa dahilərimizin görünüşü qeyri-adi olub. Onda belə çıxır ki, bunlar pis örnək olub, yoxsa örnək anlayışı zamanla əməldən, davranışdan görünüş üzərinə keçib. Maraqlıdır ki, müasir təhsil proqramı olan kurikulumda da müəllimin qarşısına qoyulan əsas tələblərdən biri şagirdlərdə milli bəşəri dəyərlərin formalaşdırılmasıdır. Bəşəri ideyalardan da ilki azadlıq idealıdır. Yəni müəllim özü azad olmaya şagirddə bu dəyəri necə formalaşdıracaq? Ən yaxşı öyrətmə üsulu örnək modeli olduğu üçün müəllim özü ilk növbədə azad olmalıdır ki, şagird də ondan bunu görüb götürərək, təsirlənərək azad ola bilsin. Həmçinin şəxsiyyət yönümlülük prinsipi, bunlar şəxsiyyət yetişdirmək istəyir, amma şəxsiyyəti yetişdirənin özünün şəxsi azadlığını heçə sayır. Kazarma məqamına da toxunaq. Hərbi xidmətdə olanlar bilir ki, hərbidə subordinasiya, yuxarıdan aşağı iyerarxik sərt disiplin əsasdır. Komandirin komandaları sorğu-sualsız yerinə yetirilməlidir. Kazarmada hər şey standart, vahid nizam altında olmalıdır. Əgər bu nizamdan kənara çıxsaq, o zaman hərbi xidmət iflasa uğraya bilər. Amma sivil idarəçilikdə belə deyil. Sivil idarəçilikdə sadəcə bir şəxs başqasından öz səlahiyyətləri çərçivəsində nəsə tələb edə bilər. Əgər şəxs də vəzifəsini ləyaqətlə icra edirsə, bu zaman kənar baskıdan söhbət gedə bilməz. Bax, bu ləyaqət məqamı çox önəmlidir. Çünki bu gün məktəblərdə en qədər saxtakarlıq, ləyaqətsizlik faktları var, amma təhsil sistemimiz öz ayıbına kör olduğu üçün bu cür ciddi məqamları deyil, məhz müəllimlərin şəxsi həyatı tipli mənasız, heç bir yaralı barmağa dərman olmayan faktları qabardaraq cəhalət qüvvədir ideyasını həyata keçirir. Yəni kağız üzərində sivil idarəçilik, praktikada isə yarı hərbi idarə etmə. Bu son dövrlərdə məktəblərin də dövlət qulluğu tipli iş rejiminə keçirilməsi ilə bağlı müzakirələrdə əsas məqsəd artıq yarı hərbidən tam hərbi rejimə keçirilməsidir ki, müəllimin ümumiyyətlə düşünməyə, sorğulamağa vaxtı qalmasın. Çünki düşünən, sorğulayan müəllim problem yaradır, problem yaradan da idarə etmək çətindir təbii ki. Ən maraqlı məqamlar da dialoqun sonlarında oldu. Əvvəlcə mənə işdən çıxmaqla bağlı hədə-qorxu gəlindi. Mən onu da bildirdim ki, bu mənim üçün problem deyil. İşsizlikdən qorxan insan deyiləm. Amma işdən çıxaramsa, təbii ki, bunu da haqq hesabını soracağam. Daha sonra direktorun yerinə olsam səni bu qapıdan içəri buraxmaram deyə qeyd edildi. Mən başım çıxmır, bu nə ritorikadır, bunlar özləri nə zənn edir, biz müəllimlər nə zənn edir. Bu ritorika ilk növbədə bir vətəndaş, daha sonra da bir müəllimin şərəf və ləyaqətini alçatmaqdır. Məgər məktəb kiminsə dədəsinin şəxsi mülküdür, nədir? Direktor ən pis halda sadəcə hansısa bir qanun pozuntusuna yol verərəmsə, bu haqda yuxarı instansiyalara məlumat ötürə və onlar da qanun tədbiri görə bilər. Yoxsa kimisə məktəbdən içəri buraxmamaq nədir? Bunların konstitusiya və təhsil haqqında anlayışı belə yoxdur ki, istənilən vətəndaş qanuni şəkildə xaos yaratmadan məktəbdəki proseslərlə bağlı tanış olma hüququna malikdir. Yoxsa kimisə içəri buraxmamaq nədir? Bura hərbi obyektimi, ya dərəbəlikdir, mənim başım çıxmır. Sonda şəxs Hobson seçimini öz dili ilə də etiraf etdi. Müəllim, saqqal saxlamaq istəyirsən, get başqa peşə ilə məşğul ol. Qardaş, məktəbdə işləmə. Tam da Hobson seçimində olduğu kimi, ya burada bizim itaətimiz altında işləyirsən, ya da qapı açıqdır. Biz sənə saqqal saxlama demirik, təbii ki, saxlaya bilərsən, amma burada öz sevdiyin peşəni şərəf və ləyaqətlə heç bir illegal davranışa şərait yaratmadan icra etdiyin halda öz istədiyin tam azadə formada yox. Biz bir komandirik, sən də bir əsgər kimi bizə sorğu-sualsız itaət etməlisən.
Beləliklə, bütün bu deyilənlərdən sonra belə bir məntiqi nəticəyə vara bilərik ki, məktəblər ənənəvi dəyərləndirmədə olduğu kimi azadedici, inkişaf etdirici bir müqəddəs məkan yox, sorğu-sual itaət psixologiyasına əsaslanan standartlaşdırma, kölələşdirmə, robotlaşdırma strategiyalarının həyata keçirildiyi bir kazarmadır.